Götürdü. Adam var. Gelip maşın yarısı mindi spora getdi. Sumqayıtda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə Babək küçəsində qeydə alınıb. Mazda, Kia Sorento və yük avtomobili toqquşub. Xəsarət alanların olduğu bildirilir. İddialara görə Mazda öncə idarəetmədən çıxaraq yük avtomobilinə çırpılıb, daha sonra isə təkər təmiri sexində dayanan Kia Sorentonu vurub. Karat